Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda müəllimlər neşə qəbul imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən yeni sualların ümumi tipli sınaq 2-nin izahlarını paylaşacağam. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan bu ödənişsiz videolardan faydalana bilərsiniz. Eyni zamanda bizim ödənişli dərslərimiz üçün müraciət eləmək istəyənlər yeni qrup dərslərimizə başlayıb. Dünən ilk dərs oldu. Həftənin 2 və 5-ci günləri saat 18:30-da. Qrupun dərs saatlarıdır. Bir də hər həftənin 6-cı günü mətnlərin canlı yayımla izahı olur. Yəni dərslər həftədə 3 dəfə olur. Aylıq ödənişdə endirimimiz var. 055 418 82 02 nömrəsinə müraciət edərək açılan yeni qruplarımız üçün qeydiyyata düşə bilərsiniz. Tam ətraflı məlumatda WhatsApp-da yazıb əldə etmək olar. Gəlin indi keçək sualların izahına. Birinci sual. Yerinə görə həm baş, həm də ikinci dərəcəli üzvü olan cümlə kimi düşünmək olar. Qalib idmançını alqışladı. Biri var ki, nə etdi? Alqışladı. Kim? Qalib. Adam adı mənasında. Qalib alqışladı. Bir də alqışladı kim? O. O alqışladı. Kimi? İdmançını. Hansı idmançını? Qalib idmançını. Qalib sözü burada sifət kimi də düşünülə bilər. Hansı idmançı? Yəni həm baş, həm də ikinci dərəcəli üzv kimi düşünülə bilər. Bağçada gül bitir. Bitir nə? Gül. Yəni gül özü bağçada bitir. Gül burada baş yüz kimi mübtəda ola bilər. Bir də var ki, bitir, sən bitir mənasında. Sən bağçada gülü bitir. Nəyi? Burada olur tamamlıq qeyri-müəyyən təsirli halda. Yəni həm baş, həm də ikinci dərəcəli üzv kimi düşünülə bilər. Dayanacaqdakılar avtobus gözləyir. Kim? Dayanacaqdakılar. Burada mübtəda və xəbər dəyişmir. Ağacdan alma dərdim, nə etdim dərdim, kim, mən. Burada yenə dəyişən heç nə yoxdur. Bizim evdə qalıb. Bax, biri var deyirəm ki, nə edib qalıb, harada evdə, hansı evdə, bizim. Bura təyin kimi düşünülür. Bilirsiniz də, üçüncü növ təyini söz birləşməsinin mənsubiyyəti ixtisar olunanda parçalanır. Bizim evimizdə desəydi, harada, bizim evimizdə bütöv təhlil olunardı. Amma evdə sözündə imiz mənsubiyyəti ixtisar olunub. Bu zaman üçüncü növ isim birləşmə yerində qalır, amma parçalanaraq təhlil olunacaq. Bu qaydanı da bir kənarda yazın. Deməli, bizim evdə bizim olur təyin burada. Bir də var ki, mənim bizim, iynəm mənasında. Biz isim və əvəzlik kimi amonimdir axı. Mənim iynəm, yəni bizim evdə qalıb. Nə? Bizim. Mübtəda kimi düşünülə bilir. Deməli, 5 də bu kateqoriyaya aiddir. Yəni 1, 2, 5 düzgün cavabımız olacaq C variantı. Davam edirik ikinci sualdan. Üzərinə işarə qoyulmuş sözlər əsasında cədvəldən doğru fikirləri seçin. Qonşu, görürəm ki, siz doğrudan da əsl qayğıkeş yoldaşsınız. Deməli, bu işarədə qonşu sözü var. Dördbucaq işarəsində də doğrudan da sözü var. İsimdir. Qonşu isimdir, bəli, doğrudur. Doğrudan da sözü isə modal sözdür, isim deyil. Deməli, birinci fikir yazılma yeri cəhətdən də fikir olaraq da doğrudur. Xəbərlə uzlaşma əlaqəsindədir. Xitab uzlaşma əlaqəsində ola bilməz, bu yanlışdır. Sifətdirdir. Doğrudan da sifət yox, modal sözdür, səhv fikirdir. Danışanın fikrə münasibətini bildirir, yəni modal sözdür, doğru fikirdir. Cümlədə sual tələb etmir. Bəli, çünki xitab da suala cavab vermir, doğrudan da modal sözdür, suala cavab vermir. Yəni burada 1, 4, 5 doğru cavabımız A variantı olacaq. 3. Saitlə başlayan hal şəkilçisi qəbul etdikdə kökdəki hecaların sayı dəyişməyən isimləri müəyyən edin. Biz bu isimləri iki qrupa bölürük. Milli isimlər, yəni iki hecalı milli isimlər və alınma isimlər. Milli sözlərdə yalnız mənsubiyyət şəkilçisi artırılanda ikinci saiti düşür. Mənsubiyyət. Alınma sözlərdə isə həm hal, həm də mənsubiyyət artıranda ikinci sait düşür. Əgər şərt mənə hal şəkilçisi artırarkən deyirsə, deməli mən alınmalara baxmalıyam. Düzdür? Çünki hal alınmadadır, millidə deyil. Şərtə bir daha baxıram. Hal şəkilçisi qəbul etdikdə kökdəki hecaların sayı dəyişməyən. Dəyişməyən deyirsə, yəni saiti düşməsin deyir. Düşməyənlər millilərdədir. Düşənlər alınmalarda. Deməli, mən nə axtarıram? Milli sözlər axtarıram. Oğul millidir, ahıl alınmadır, könül millidir, nəsil alınmadır, qədir alınmadır, çiyin millidir. Ona görə cavabımız olacaq 1, 3, 6 A variantı. Gəlin tətbiq eləyək, sizə tam aydın olsun. Əgər oğulun yaxşısı desəm, oğulun yaxşısı.
Burada oğulun sözündəki un yəlik haldır və hal şəkilçisi artırdığıma görə oğul sözündəki u düşmədi. Amma buna mən sənin oğlun desəm, oğlun. Burada baxın, un mənsubiyyət artırdığıma görə oğul sözündəki u burada düşmüş hesab olunur. Yəni mənsubiyyət artıranda u düşür milli sözlərdə. Hal artıranda düşmür. Yəni hal şəkilçisi artıranda dəyişməyən milli sözlərdir. Digərlər könül də eyni qaydadadır, çiyin də eyni qaydada. 4-cü sual. Hansı cümlədə qoşma ilə amonim olan zərf işlənmişdir? İşdən sonra yeməyə getdik. Biz zərf axtarırıq. İş isimdir, sonra dandənə qoşulan qoşmadır. Yemək, getdik, burada zərf yoxdur. O zamandan bəri heç görüşməmişdik. O zamandan bəri, yəni bəri burada dandənə qoşulmuş qoşmadır. Heç ədatdır, bu cümlədə zərf yoxdur. Evdən əvvəl mən çıxdım. Baxın, burada əvvəl sözü yenə özündən əvvəl dandənlə işlənib. Dandənlə işlənəndə əvvəl sözü qoşma olur, doğrudur. Məsələn, deyirəm ki, nümunə olaraq, səndən əvvəl mən gəldim. Burada qoşmanın məzmununa diqqət eləmək lazımdır. Səndən əvvəl mən gəlmişəmsə, məndən sonra da sən gəlmişsən, düzdür? Səndən əvvəl, Əlidən əvvəl, Əlidən sonra bu məzmun olmalıdır. İndi evdən əvvəl mən çıxdımsa, məndən sonra da ev çıxıb. Səndən əvvəl mən gəldim, məndən sonra sən gəldin. Düzdür? Evdən əvvəl mən çıxdım, məndən sonra ev çıxıb onda. Bu nə deməkdir? Əvvəl sözü burada qoşma məzmununda deyil. Yəni əvvəlcə evdən mən çıxdım. Buradakı əvvəl sözü sadəcə yer dəyişib. Cümləsində belə olmalıdır. Əvvəl evdən mən çıxdım. Yəni əvvəl sözü bu cümlədə qoşma məzmununda deyil. Çünki evdən əvvəl ifadəsi yoxdur ki, evdən sonra da deyə bilim. Evdən əvvəl mən çıxdım, evdən sonra o çıxdı. Amma səndən əvvəl mən çıxdım, səndən sonra o çıxdı. Məsələn, bu məzmunda demək olar. Çünki əvvəl sözü özündən əvvəl dandan gəlməyinə baxmayaraq, burada qoşma məzmununda yox, zaman zərfi mənasındadır. Yəni zərf işlənibmi? Bəli, işlənib. Bu əvvəl zərfi, əvvəl qoşması ilə amonimdirmi? Bəli, amonimdir. Ona görə doğru cavab C-dir. Yaralı barmağını sarıdı, yaralı sifət, barmağı isim, sarımaq feildir. Burada zərf yoxdur. Yanlış insanla doğru yolda gedilməz. Yanlış, doğru, sifət, insan, yol, isim, getmək feildir. Burada zərf yoxdur. Doğru cavab C variantı olacaq. 5. Monoloq sözündə müşahidə olunan hansı hadisə dialoq sözünə aid deyil? Gəlin hər bir sözün tələffüzünü yazaq. Monoloq olur. Dialoq sözü də olur, diyalog formasında. Burada o'lar a'ya keçir, g k'ya keçir. Dialoqda y əlavə olunur, g k'ya keçir. Söz sonunda kar samitin tələffüzü hər ikisi k ilə bitir, deməli bu hər ikisinə aiddir. O saitinin a kimi tələffüzü, baxın dialoqda bir dənə o var. O a'ya keçmir. Monoloq sözündə 2 dənə o a'ya keçir. Deməli, monoloqa aid olan dialoqa aid deyil. Yəni, bu uyğun fikirdir. Doğru cavab kimi, yəni uyğun fikirdir, cavabdır. Y samitinin əlavə olunması monoloq sözünə müşahidə olunan deyir. Monoloqda y əlavə olunurmu? Xeyr. Deməli, bu da uyğun deyil. 3 hecadan ibarət olması monoloq 3 hecadır. Dialoq bu da 3 hecadır. Bu hər ikisi üçün ortaqdır. 4 samitinin olması, deməli monoloqda M, N, L, G 4 dənə samit var. Dialoqda D, Y, L, K 4 dənə samit var. Deməli bu hər ikisi üçün ortaqdır. Düzgün cavabımız oldu B bəndi. Davam edirik növbəti sualdan. Bir daha məlumatınıza çatdırım ki, bizim yeni qrupla onlayn dərslərimiz dünən başlayıbdır. Həftənin 2 və 5-ci günləri saat 18:30-da dərslərimiz təşkil olunur. Hər həftənin 6-cı günü isə mətnlərin canlı yayımla izahı olur. Dərslər yəni həftədə 3 dəfə olur. Qoşulmaq üçün 055 418 82 02 nömrəsinə müraciət edə bilərsiniz. Sırf olaraq ibtidai sinif müəllimlərinin MİQ və sertifikasiya hazırlıq qrupudur. Tam ətraflı məlumatı yaza bilərsiniz. Bu arada həmin qrupda endirimlər də qalıb. Deməli 6-cı sualda həm sinonim, həm də antonimlər iştirak eləyir deyir. Sağımız, solumuz adamla dolu. Sağ, sol antonim. Qol-qola kişilər, qadınlar keçir. Kişilər, qadınlar burada sinonim yoxdur. 100 cür sifəti ilə 100 cür üzü ilə sifət üz sinonim. Dünya səndən keçib durulur bəlkə antonim yoxdur.
Bilmirəm keçirim hansı halını, oynayım toyuna, yatım, batım yasına. Toy, yaz, antonimdir, amma sinonim yoxdur. Baxdım nə qapısı, nə bacası var. Baxdım çöl bayırı görməyə nevə. Burada çöl bayır sözü ümumiyyətlə əks mənalı sözlərin birləşməsi ilə əmələ gələn bütöv isimdir. Yəni onlara ayrı-ayrı biz antonim götürə bilmərik. Bəzən quşa dönür, zaman da, an da. Zaman, an yaxın mənalıdır. Axşam gəzdiyini səhər tapırsan. Axşam, səhər əks mənalıdır. Zaman, an sinonim, axşam, səhər antonim. Cavab Y variantı. Növbəti sual. Hansı cümlədə qeyri-müəyyən əvəzlik işlənməmişdir? Ömründə heç kimə dost olmayan kəs hansı bir dostluqdan əsər yazar bəs? Heç kim qeyri-müəyyən əvəzlikdir. Adil davranışı ilə hamıya nümunə idi. Hamıya bu qeyri-müəyyən əvəzlikdir. Bəziləri heç yaxşı hal-əhval tutmadılar. Burada B səhv düşüb. Heç yaxınlaşıb, daha doğrusu yaxınlaşıb hal-əhval tutmadılar. Bu ayrı yazılacaq. Bəzi yenə burada qeyri-müəyyən əvəzlikdir. Özgə atına minən tez düşər. Özgə burada sifətdir. Bu cümlədə qeyri-müəyyən əvəzlik yoxdur. Hər kəsə məlum idi ki, döyüş gecə baş tutacaq. Hər kəs qeyri-müəyyən əvəzlikdir. Cavab oldu D variantı. 8-ci sual. Ramiz qatarın hərəkətini görən kimi cəld qatarın pilləsinə atıldı cümləsində cümlə üzvlərinin düzgün arıcılığını müəyyən edin. Nə etdi? Atıldı. Kim? Ramiz. Qatarın hərəkətini görən kimi atıldı. Nə zaman atıldı? Qatarın hərəkətini görən kimi oldu. Cümlədə tərz hərəkət zərfliyi. Necə atıldı? Cəld atıldı. Bu da ayrılıqda zərfli idi. Qatarın pilləsinə haraya? Qatarın pilləsinə atıldı. Deməli, mübtəda 3 dənə zərfli, bir dənə xəbər olacaq. Mübtəda, zərfli, 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 xəbər. Cavab B variantı. 9. Bu sözlər mənim qulağımda daha qüvvətlə yenidən səslənir. Cümlənin morfoloji təhlili ilə bağlı doğru fikirləri müəyyən edin. Əvəzliyin iki növü iştirak edir. Bu, işarə əvəzliyi, mən şəxs əvəzliyidir. Bu, doğru fikirdir. Birinci sual. Mənsubiyyə şəkilçili iki söz var. Mənim qulağım daha qüvvətlə yenidən. Bir dənədir, yox. Səhvdir. Köməkçi nitq hissələrindən ədat və qoşuma iştirak edir. Daha ədatdır. Qoşma qüvvətlə. Qüvvətlə burada zərf yaradıb. Qoşma yoxdur burada. Xeyr, səhvdir. Feil keçmiş zamandadır. Səslənir idi. Di burada idi hissəci idi. İrdə indiki zamandır. Keçmiş zamandadır. Fikri yanlışdır. Cümlədə iki zərf var. Qüvvətlə tərzə hərəkət zərfidir, yenidən zaman zərfidir. Deməli, 2 dənə zərf var, bu doğru fikirdir. 1 və 5 düzgün cavabımız oldu, B variantı. Davam edirik 10-cu və sonuncu sualdan. Verilmiş nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Axı, o, kəndlərdə indiyəcən bu cür yaşayış evi görməmişdi. Deməli, axı qüvvətləndirici ədatdır, o əvəzlikdir. Kənd isimdir, indi zərf, indiyə cən qoşmadır. Deməli, axı ədat var, qoşma var. Bu cür yaşayış evi, isim görməmişdi feil. Bəli, burada 2 dənə köməkçi nitq hissəsi var. Axı ədatdır, cən də qoşmadır. Ədat və qoşma düzgün cavabımız oldu, B variantı. Dəyərli izləyicilər, bu izahımızın da, videomuzun da sonuna gəldik. Siz də kanala abunə olaraq paylaşılan bu tipdə olan ödənişsiz videolardan, izahlardan faydalana bilərsiniz. Videolarımızı bəyənin, paylaşın ki, digər bütün müəllimlər də bu videolardan faydalana bilsin. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.